Axşamı xeyir olsun, hörmətli izləyicilər. Saray qəsəbəsində Gəncə təndirindən dönüb gəlirsiniz bu evə. Amma darvazanın ağzından Sumqayıt marşrutu keçir. Düz darvazanın ağzından Sumqayıt marşrutu keçir. 69 min manata kupçalı ev. Nəqd satışa da yararlıdır, ipoteka da yararlıdır. Yəni evin də kupçası burada var, torpağın da kupçası var. Yəni ki, birbaşa alıb qeydiyyata düşə biləcəyiniz bir evdir. 69 min manata qiymətidir, amma ən maraqlı tərəfi qiymətindən endirim eləmək hələ olacaq. Bunu ev yəsi özü deyir. Gəlib bura inşallah evə baxanda endirim olunacaq. Mərkəzi kanalizasiyası var, qazı, suyu, işığı, sayğacı var. Axşam vaxtı bura niyə gəldim? İş tamamlanmaq üzrədir. Bu çox qalmayacaq, bu ev satılacaq. Mən yəni demək istəyirəm, tez baxıb, əgər mümkünsə almaq istəsiniz, gəlib bu evi ala bilərsiniz. Burada deməli, hal-hazırda iş olacaq, burada dəmir aşotka vurulacaq da. Dəmir aşotka vurulur, mətbəxdən birbaşa balkona çıxmaq üçün də yer var, onu içərdən göstərəcəm. Zəhmət olmasa yaxınlaşın. Bax, hasarında da belə tarsovka, bütün ev hasar, hamısı tarsovka emusiyadır. Amma içərisində belə ramkalar var. Bir ramka buradadır, bir ramka da oradadır. Pəncərələrə bir dənə fikir verin, şəbəkə pəncərələrdir, özdə iri, böyük pəncərələrdir. Bütün evin sol kolu bax belə qabancıqdan yığılıb, görürsünüz? Evin bütün sol kolu belə qabancıqdan yığılıb, həm də hasarın sol kolu yığılıb. Bax belə, zəhmət olmasa yaxınlaşaq. Neçə daş kürsülüdür? 8 daş kürsülü evdir, padvalı da var imiş də yəqin. Ha, padval da var, belə əldə ayaqda olan artıq şeyləri yığmaq üçün olan padvaldır. Yəni ayaq üstə durmaq olmur. Gəlin zəhmət olmasa bura 8 daş kürsülü evdir. Bax, ayaqqabılarını soyunaq, tapışqanı geyinək bura. Göstərin burada nə var evin içində. Belə bir koridordur. Bax, belə bir koridordur. Bütün qapılar belə, düşür qapılar. Ha, bütün qapılar belə narişkilərdir, hamısı taclı qapılardır. İnşallah bunlara gəlib yerində baxacaqsınız. 3 otaqlı evdə 69 min manata. Yerləşdiyi ərazidə Gəncə təndirin yanına dönübsünüz, düz gəlib çıxırsınız bu evin içərisinə. Ay maşallah, Allah xeyir eləsin. Bu da bax, qonaq otağıdır. Bax belə. Qonaq otağıdır, həm yəni zalı. Görürsünüz, qəşəng iri pəncərələrdir. Düz öz həyətinə baxır. Sonra TV stentin yerini görür, nə qəşəng səliqəli düzəldiblər. TV stentin yeridir burada. Burada da xüsusi belə bir dekor qoyulub. Dərin divan kreslolu bura qoymaq üçün nəzərdə tutulub. Bax, belə qonaq otağıdır. 69 min manatdadır, kupçalı evdir. Qiymətində endirim olunacaq. Gəlin inşallah mütləq bu evə baxın. Burada mətbəxidir. Mətbəxdə mebel arası keramika vurulub, bütün nöqtələri qoyulub, aspiratorun xəttinə qədər atılıb. Buradan bayaq göstərdiyim şey var, balkon. Bura yaxınlaşaq. Bax, balkona çıxmaq üçün belə bax, qəşəng belə xüsusi oturmaq üçün yeri var. Bura indi perilasaba qoyulacaq da o. İnşallah siz gəlin, olur hamısı hazır olacaq. Mütləq gəlin bu evə baxın. Qiymətindən endirim olunacaq, qiymətdən narahat olmayın. İndi yataq otaqlarına baxaq, görək nə boyda yataq otaqları. Məsələn, bax, biri budur. Ha, bax, böyük yataq otaqdır, görürsünüz. Bura qədər gəlirəm ki, görəsiniz. Bax, adətən belə evlərdə çox yataq otağı balaca olur, bunda genişdir. Gələndə burada görəcəksiniz, böyük yataq otaqdır. Biri buradadır, biri də buradadır. Bu nisbətən, ona nisbətən biraz kiçikdir, amma bu da elə özünə görə böyüklüyü var. Demək, bu yataq otaqları, bu da sanitar qovşağı. Bu da sanitar qovşağı, baxın. Görürsünüz, qəşəng səliqəli, bütün içi çölü, hamısı hazırdır. Deməli, bir də izah eləyirəm, demək, ev yerləşdiyi yer. Saray qəsəbəsində Gəncə təndirindən dönürsünüz, gəlirsiniz bura. Gəncə təndirin yanından bilirsiniz, bütün marşrutlar keçir. Evin yanına bir dənə Sumqayıt marşrutu keçir, düz darvazanın yanına. 520 neçədir? 522, düz darvazanın yanından keçir. Evin də kupçası var, torpağın da kupçası var, mərkəzi kanalizasiyası var, qaz, su, işıq sayğacı var. Qiyməti də 69 min manatdır. Təsəvvür edin, gəlib burada qiymətini biraz da endirə bilirsiniz. Bugünkü gündə bu evi almaq həqiqətən də çox yaxşı, gözəl bir variant olacaq inşallah Allahın köməyi ilə. Sağ olun, Allah da satanda xeyir versin.